Salam uşaqlar, necəsiniz? Deməli 26 iyulda Azər Hazırlıq Mərkəzində Ziya Bünyadov adına tarix olimpiadası keçirilib. Onun cavablarını deyəcəm. Noyabrda isə Herodot tarix olimpiadası olacaq. Bir mərhələdən ibarətdir. Sadəcə bir mərhələ olacaq. 20 sualdır. İlk 10 yerə isə mükafatımız var. Bəlkə oktyabrda 20 yerdə eləyə bilərik onu. Qeydiyyata baxacaq şagird sayına. Şagird sayı çox olsa ilk 20 yerə də bu mükafat olacaq. Birinci yer hələ ki 500 manat nəzərdə tutmuşuq. Amma dediyim kimi qeydiyyat sayı, çünki maraq çoxdur. Qeydiyyat sayı çox olarsa onu 600, 700, 1000, 2000-ə belə qaldıra bilərik. Deməli uşaqlar, sualların izahına başlayaq indi. Qədim Yunanıstanda strateqlərin seçilməyə başlandığı əsr bilirik ki, 6-cı əsrdir eradan əvvəl. Əslində burada ilə ehtiyac yoxdur, demokratiya əsasının qoyulması. Romada demokratiya olmuyor. Demokratiya demos xalq deməkdir, xalqın hakimiyyəti. Romada isə aristokratlar və yaxud da oliqarxların hakimiyyəti idi. Orada xalq hakimiyyəti qurula bilmir. Sonra 6-cı əsrin sonlarında qədim Yunanıstanda baş verməmişdi. Niyə? Əsasən aşağı siniflərdən saldım sualları. 2-3 dənə uşaqlar var idi. 6-cı, 7-ci sinifdən yazılan uşaqlar var idi olimpiadaya. Onlara uyğun olaraq biraz aşağı sinifdən çox saldım. Yunanıstanda 6-cı əsrin sonları. Biz bilirik ki, taxıl ixracının qadağan olunması 594 Solonun islahatı iləndir. 594 də 6-cı əsrin sonu yox, əvvəlidir. Çünki eradan əvvəldir. Tamam mı? Qədim Roma imperiyası ilə bağlı verilənlərin neçəsi doğrudur? Roma imperiyası eradan əvvəl 27-dən yaranıb. Qulun öldürülməsi bizim eranın 2-ci əsrindədir, düşür. Biri var. Daxmalı qullar da 2-3-cü əsrlərdə imperiya dövründə yaranıb. İnzibati sahədə dəyişiklik 330-cu ildə paytaxtın dəyişilməsini deyir uşaqlar. 330-cu ildə paytaxt dəyişib hara keçirilmişdi? Konstantinopola. Buna bir inzibati dəyişiklik deyilir. Parfiyanın fəthini başa çatdıra bilmir. Mak Trayanın hakimiyyət dövründə Asiyada yürüşlər təşkil edilir. Deməli, 4 dənəsi nədir? Doğrudur. Sacilər Salarilər dövlətinin sosial iqtisadi deyəndə uşaqlar ağlınıza pulu götürün, pul gələn yerlər. Gürcüstanın hərbi bir hissəsinin özlərinə tabe etməsi siyasi bir şeydir, siyasətə aiddir. Kəndlilərdən xaraq vergisinin alınması əslində sosial iqtisadidir, amma xaraq Sasanilər dövründədir. Yəni 3-7-ci əsrlərdədir. 651-ə qədər. Azərbaycan torpaqlarının vahid dövlətdə birləşdirilməsi sosial iqtisadi yox, siyasi bir tədbirdir. Şirvanşahların da tabe edilməsi siyasətdir. Baxın, siyasətə aid bir şeylərdir. Amma vergi, pul gəlir də buradan, düzdür, pul. Vergi siyasətinin həyata keçirilməsi isə nədir? Sosial-iqtisadi tədbirdir. Burada olacaq yalnız 4. Sonra keçək 5-ci suala. 5-ci sualda bizdə istəyir, neçəsi yanlışdır deyir. Neçəsi yanlışdır. 910-cu ildə bəli, Şirvanşahların qoşunlarına məğlub oldu. Əslində gedib udurlar, sonra qaydanda Şirvanşahlara məğlub olurlar. 914-də bəli, geri qayıdarkən Xəzər xaqanlığı tərəfindən orada xalqlar var. Bunları məğlub edir ki, siz bizim niyə müsəlmanları, özüm tez-tez danışıram ki, video qısa olsun. Müsəlmanları məğlub eləmisiniz falan. Slavyanlar Bərdəni tərk edirlər. Niyə tərk edirlər? Orada biraz inadlı müqavimət göstərir əhali ona görə. Və Slavyanlar da 1032-1033-də gələndə Şirvanşahlar dövlətinin paytaxtı Yezidiyə, yəni Şamaxı şəhəri idi. 1030-da isə Fərubrüz yox, Məniçöhrün dövrü idi. Fərubrüz olub 1060-da falan. Okay, 1066-da yazılır, Səlcuqlardan Assalat düşür. Burada cavab olacaq, nə olacaq? Aha, biri. Sonra birinci, bu mənim öz test bankımdandır. Birinci yüzilliyin 70-ci illərində Albaniya Alan tayfaların yürüşünə məruz qaldı. 70-74-də. Osmanlı dövlətinin 15-ci əsr tarixinə aiddir. Bu sualda istədim Azinkurla çaşdırım ki, 1415-də olub. Uşaqlar bəlkə bunu seçər, amma çox uşaq çaşmayıb Ankara döyüşü. Çünki bizdən nə istəyir? Osmanlı dövlətinin tarixini istəyir. Ankara döyüşü olacaq. Sonra 8-ci sual. Nəyə anlamasaz yazarsınız? Özüm sürətli deyirəm ki, video uzun olmasın. Burada balacalaşmadı. Deməli, bu şəhər Bağdaddır. Bu da asan sualdır. Bağdad şəhərini istəyir bizdən. Teymurilərin qələbəsi ilə nəticələnən döyüş 1394-cü ildə Bağdad döyüşüdür. Bir də Cəlalilərin mərkəzi olubdur. Zaten Cəlalilər dövləti harada yaranmışdı? Bağdadda yaranmışdı. 1340-cı illərdə. Elə yol üstü bu xəritəyə də baxaq, 11-ə də. Bu sualda bəzi uşaqlar elə biliblər 2 dənə cavab var. Trabzon şəhəridir. Trabzon şəhəri həqiqətən Ağqoyunlularla qohumluq əlaqələrinə malik idi. Amma dövləti ilə yox. Çünki Trabzon 1461-də süqut edib, dövlət 1468-də yaranıb. Burada bu səhvdir. Aralıq dənizi sahilində mühüm. Aralıq dənizi buradadır. Qara dəniz sahilində mühüm ticarət yolu
yolu idi. Bir də 60-cı illərin ikinci yarısında Ağqoyunlular Avropalılarına 61-də süqut eləyibsə, Avropalılarla ticarət əlaqəsi saxlaya bilmirdi. Çünki ikinci yüzillikdə artıq ora yox idi. Krallıq yox idi. Krallıq deyir. Şəhər olsa bəlkə deyərsən ki, icazə ilə falan əlaqə saxlayıblar, amma krallıq yox idi. Sonra qədim Albaniya dövlətindən fərqli olaraq biz bilirik ki, Atropatenada yerli pullar olmayıb. Bunu çıxırıq. Amid döyüşündə də Atropatena yox idi. Yunan tanrılarına da sitayiş bəlkə də var, amma elə cavab qoydum ki, heç o olmasın. Cavab olacaq ancaq 3. Bir də Yunan tanrılarına sitayiş edilməklə Atropatenadan fərqli, Albaniyadan fərqli deyil ki, Albaniyada da olub Yunan tanrıları. Olsa, kimsə desə ki, misal üçün Atropatena Yunan tanrılarına nə bilirsən ki, sitayiş yoxdur. Bəlkə olub. Olubsa da Albaniyada da olub. İkinci asır Romalılara Praspa döyüşündə qalib gəlmişdi. Mən kondisioneri vurum. Cavab olacaq yalnız 3. Bu dəfə yalnızları az eləmişəm. Sonra Frank dövlətindən fərqli olaraq Ərəb dövləti. Ərəbləri məğlubiyyətə uğradı, Frank da uğradı Bizansda. Bir getdi, yəni A getdi. Sasanilərlə müqavilə imzalayıb, bəli, Bizans imzalayır 532-də, amma Franklar imzalamayıb. Ona görə 1-ə olacaq B. Hərbi islahat nəticəsində kəndliləri Franklar da eləyiblər. Erkən orta əsrlərdə 3, 11-ci əsrlərdir. Bizans da, Frank da 11-ci əsrdə erkən orta əsrlərdə olub. Ona görə 1-ə sadəcə B gedəcək. 2 isə Səlcuqların yürüşünə bəli, ərəblər məruz qalıblar 1055-də. Amma bu kişilər 843-cü yox olmuşdular. 2-yə yeni götürsək, klassik feodalizm dövründə bəli, ərəb xilafəti, klassik feodalizm 11-15-ci əsrlərdir. Ərəblər də o dövrdə olublar, Franklar yox. Onda Y, F olacaq. H niyə olmur? Vahid imperiya yox. Ərəblər zaten sıfırdan bir dövlət qurmuşlar. Heç bir imperiya parçalanmamışdı. Avar xaqanlığı ilə müharibəni də Franklar aparıblar. Fərqli istəyir bizdən. Sonra istəyir uşaqlar, ona görə sürətli danışıram. Bu sual qəşəng sualdır. Deməli, bizdən 4-ü istəyir. 4 Fransadır. 4 rəqəmi ilə verilmiş dövlətin 14-cü əsrdən fərqli olaraq İngiltərədə deyil. Əslində bu sual biraz çətinləşdirmək olar, amma mən çox da çətinləşdirmədim. Mərkəzləşmiş dövlətin əsası 1066-da qoyulub. Bunu çıx. Parlament icra edici yox, qanunverici idi. B-ni də çıx. Feodal zülmünə qarşı üsyan 1358 Fransada olub. Ona görə C-ni də çıx. Deməli, C, A, C getdi. 1-ə qalır D. Kral özünü papanın vassalı elan edir. Bəli, o 1215-də hadisələr var idi. Vahid Almaniyanın yaranması prosesi 1871-dədir. Kəndli üsyanın nəticəsində təhkimçiliyə son qoyulmur. Əslində təhkimçilik daha da artır. Reformasiya hərəkatı bəli Almaniyada qalib gəlir. 2-yə də C. Xristian kilsəsi də 1054-də yazılır, parçalanır. Pravoslav və katoliklər 1555-də isə katolik özü parçalanır. Sonra 14-də Cavanşirin Yezdəcir tərəfindən mükafatlandırılması. Bunu belə təxminən də tapmaq olar. 637-636 döyüşlərindədir. Girdiman dövləti 630. Albaniya Səsani mərzibanlığı bunu 510 da götürə bilərsiniz. 460 da götürə bilərsiniz. Lap 262 də götürə bilərsiniz. Elə variant qoymuşam ki, müəllim hansını götürüb sözü olmasın. Ərəblərin Qafqaza yolunun açılması 643 döyüşü, Ərəb-Xəzər müharibələrinin başa çatması təxminən 790-cı illərdə. 1 ilə 3-ün yerini dəyişsək, cavab gəlir. 3 olur əvvəldə. Optionda, yəni 1 ilə 3-ün yerini dəyişəndə cavab gəlir. Cavab olacaq A variantı. Sonra 15-ci suala baxaq uşaqlar. Suallar çox da çətin deyil. Burada isə uşaqlar 17-ci əsrin birinci yarısı deyir. Xorasanın tutulması 1599-dur. Ona görə də tutulması yox da azad edilməsi yenidən. Biri çıxırsınız, fikir verin, biri çıxdınız. Şah Süleyman da 1667-dədir. Bu da eləyir ikinci yarısı. 3-ü də çıxsa, düzməyə ehtiyac yoxdur. Elə variant qoydum ki, birbaşa cavab özü çıxsın. Ordubay hadisi 1603. Bəlkə də bunu çox uşaq bilməzdik ki, nə vaxtdır ki, 1605-7 əməliyyatlarında. Turan taktikası da 1605-ci ildə Sufyan döyüşü. Amma elə eləmişəm ki, bunu çıxan kimi cavab özü gəlsin. 16-cı sualda uşaqlar, deməli, demosların yox, plebeylərin müdafiəçiləri seçilməyə başlandı. Burada səhvdir. Səlcuq dövləti 1038-də yaranıb. Kimsə deyəsən yazmışdı bizim menecerə, bu sual səhvdir. Çağrı bəy isə 1015-də gedib. Bu dövlətə düşmür, dövlət sözüdür. Eldəniz hökmdarı Məhəmməd Can Pəhləvan düz 1175-də hücum edib, amma Eldəniz hökmdarı deyildi. Atası idi onda hökmdar, bunu göndərmişdi.
Alban hökmdarı Vaçenin heç şeyə dəxli yoxdur Bərdiyə, amma Slavyan basqınlarına Azərbaycan xalqı ilk dəfə dənizdən hücuma məruz qaldı. Bəli, ona qədər dənizdən hücuma məruz qalmamışdı Azərbaycan xalqı. Bu tipli suallardan heç xoşum gəlmir, çaşdırıcıdır. Şirvanşahlar dövlətinin Qaraqoyunlu, yox, Ağqoyun dövləti ilə oxşar, Qaraqoyundan fərqli. Deyir ki, bunun rahat yolunu mən sizə demişdim bir dəfə. Şirvanşahla Ağqoyunun oxşar cəhətini tapaq. Paytaxtlardan birinin Azərbaycanın cənubunda yerləşməsi. Bu oxşar deyil. Niyə? Şirvanşahların paytaxtı o Bakı, Şamaxı, düzdür, şimaldadır Şirvan. 4-ü çıxaram, görə sonra nə ola bilər? 16-cı əsrin birinci yarısında dövlətçiliklərinə tamamilə son qoyulması. Bəli, 1538-də, 1501-də oxşardır. Qaraqoyunlu isə 1468 fərqlidir. Buna görə 5-in ardı götürsək, qalır 3-mü, 5-mi? Səfəviləri məğlubiyyətə uğratması Şirvanşahda da var 1460-da, Ağqoyunda da var 1488-də, Qaraqoyunda da var 1460-da. Deməli, bu nədir? Fərqli bir şey yoxdur. 3-ü də çıxsan, qalır 1. Bu da bu cümlə biraz gəlizdir. Osmanlı dövlətinə qarşı mübarizə Ağqoyun aparır. Şirvanşahlar da 1402-də Teymurun ordusu ilə gedib hücum aparıb eləmişdilər. 1-5 qalır. Və salam. Sonra nə? Gürcüstanın yürüş də hamısında var demək olar. Sonra bir də nəsə deyəcəydim yadımdan çıxdı. Qaraqoyunlunun Osmanlı ilə mübarizəsi yoxdur. Harda görsəz çıxın. Sonra 18-ci sual. Yola gör, suallar rahatdır. 18-i tapsam. Sədrut və Əsəd döyüşlərinə aiddir. Qaraqoyun dövlətini götürmürük. Niyə? Əsəd olub, Sərdurlu deyək, Sərdurlu olub 1408-də, Qaraqoyun dövləti yaranıb 1410-da Əsəd döyüşündən həmən sonra. Teymur deyildi, Əsəddə Cəlalilər idi. Bayandurlu Ağqoyunla da əlaqəsi yox. Gürcü hökmdarı Qaraqoyun dövləti. Əslində bu sualı bəlkə kimsə deyər ki, bəlkə döyüşüblər, amma dövlət sözünə görə çıxırıq. Bir dənə qalır Qara Yusifin qələbəsinə başa çatmaq. Məncə asan sualdır, variantı asan. Sonra hansı türk hökmdarı? Bu sualı dedilər ki, problem var, amma yoxdur problem. Hakimiyyətini Qərbi İrana qədər yayan Sultan Mahmuddur. Dövlətdə paytaxt dəyişikliyi edən Satok Qoğraxandır. Bizans dövləti ilə ticarət əlaqəsi saxlayan Attiladır. Səhv gedib Attila gedib. Attiladır. Qalır ikisi. Böyük Karla da aid bir şey yoxdur. Deyir ki, hansı haqqında məlumat yoxdur. Böyük Karla da aid bir məlumat yoxdur. Alparslana da aid məlumat yoxdur. Dini pərakəndəliyə səbəb olan addım bunu kimə götürmək olar? Bəlkə də kim idi o? Xəzərlər də dini qəbul eləmişdi, o ola bilər. Göytürklərin özündə ola bilər, din qəbul eləmişdilər. Böyük Karl da ola bilər, Alparslan. Heç bir haqqında məlumat yoxdur. Amma bizdən nə istəyir? Hansı türk hökmdar? Böyük Karl türk deyil. Ona görə cavab olacaq Alparslan. Alparslan haqqında məlumat yoxdur. Böyük Karl haqqında da məlumat yoxdur. Sadəcə biz nə demişik? Hansı türk hökmdar haqqında məlumat yoxdur. Okay. Sonra göstərilənlərə aid bu sualla biraz sizi çaşdırmaq istəmişəm, amma çox uşaq çaşmayıb. Deməli, göstərilən dövlət Samaniləri süqutu Gürcülər tərəfindən 962-1187-ci illərdə kimlər olub? Qəznəvilər dövləti olub. Bizdən Avropanı istəyir. Çox sürətli danışdım uşaqlar. Nəyi başa düşməsəz deyərsiniz, həm istidir, həm də istiyə görə yox da video uzun olmasın deyə ki, əsas sizə nə lazım? Cavablar. Yoxlayıb yorumda da yaza bilərsiniz. Səhv eləmirəmsə bir nəfər 20-sini düz yazıb, birinciyə çıxıb, 4 nəfər 19 dənə yazıb, səhv eləmirəmsə, təxminən nəfər olacaq bilmirəm. Orada qeyd olunub ki, eyni yeri neçə nəfər tutsa, ödənişdə bölünəcək. Amma Herodotda səhv, inşallah belə eləyəcək suallar yenə. 4-1, 4-2. Məsələn, atıram, Ələddin 13-cü sual səhv yazıb, Seyfəddin 12-ci sualı, başqası da Qəzənfərdən 11-ci sualı. İkisi də 19 yazıb. Amma balları fərqli olacaq. Çünki bu sual biraz çətindir deyə 5-1-dir, bu 5-2-dir, 5-3-dür. Bunları bəlkə belə elədik yenə. Çünki bir yeri çox adam tutdu. 19 düz yazıb, 4 nəfər ikinci yer tutdu. Burada çaşdırmaq istəmişəm. Təbəriyə döyüşünü dedim, bəlkə uşaqlar götürərlər 1087-də. Amma bizdən nə istəyir? Avropada baş vermişdi. Kapetinglər sülaləsinin hakimiyyətə gəlməsi 987-ci il. Fransada başlatla 1300-dədir. Katolik kilsəsinin parçalanması getdi 1555-ə. Parlamentin çağırılması da 1200-dədir. Uğurlar uşaqlar. Məncə asan suallar idi. Çox da çətin sual yox idi, amma çaşdıran sualdır. Bu məsələn çaşdırıcı sualdır. Bu özü çaşdırıcı sualdır. Sonra hansıdır? Bu özü də pis sual deyil.
İndi bu da pis sual deyil. Bir 10 dənə sual rahat idi. Göz yumulu 18 tapa bilərdiniz. Göz yumulu. Sonra hansı göz yumulu tapmalı? 4-ü də tapa bilərdiniz. 7-ni də, 6-nı da göz yumulu. 8 özü asandır. Bunu mən niyə deməmişəm? Onun sual deməmişəm. Onun sualı Azərbaycan